Salam dəyərli müəllimlər. MİQ 2025 qəbul imtahanında ibtidai sinif müəllimlərinə riyaziyyat fənnindən təqdim olunan bir sualın izahına baxırıq. Bir bidonun 5də 2 hissəsi su ilə dolu idi. Bu bidona tili 4 sm kub şəkilli qabla 5 dəfə su töküldükdən sonra bidonun 0,9 hissəsi doldu. Bidonun həcmi qabın həcminə nə qədər çoxdur? Bidonun həcmini biz bilmirik. Bilmədiyimizə görə bunu qəbul edəcəyik x. İndi 5də 2-si. Burada diqqət edəcəyimiz məqam nədir? 5də 2 var, burada da 0,9 var. Elə 5də 2-ni də onluq kəsrə çevirək. 5də 2 onluq kəsr olaraq 0,4 deməkdir. Yəni 0,4 hissəsi dolu idi. Yəni 0,4x. Tili 4 sm olan kub şəkilli qabla. Aha, burada biz kub çəkirik. Bu nə deməkdir? Bu mahiyyətini başa düşək. Kub şəkilli qab bu deməkdir. Baxın. Bunun tili 4 sm-dir. Bütün tillər bərabərdir. Onda bu qabın həcmi nəyə bərabərdir? 4 vur 4 vur 4. 64 kub santimetr. İndi 5 dəfə su tökəndə bu 64-ü də 5-ə vuracağıq. 64 vurulsun 5 bərabərdir. Nə qədər? 320. Demək 320 kub santimetr su töküləcək. 320 kub santimetr. Və bərabərdir qabın 0,9 hissəsi. Yəni bidonun 0,9x. Bu tənliyi həll eləsək 0,5x bərabərdir 320-yə. Buradan x-in 640 olduğunu tapmış olaraq. Yəni 320-ni 0,5-ə bölürük. İndi 640 bidonun həcmidir. Bizdən soruşur ki, bidonun həcmi qabın həcminə nə qədər çoxdur? Qabın həcmi də az öncə tapmışdıq 64. 640-dan 64-ə çıxanda cavab qalacaq 576 kub santimetr. Doğru cavab C variantı.